каким-то образом показать азербайджанской стране, что у России есть рычаги давления. Rusiya Azərbaycana göstərmək istəyirdi ki, onun əlində təzyiq rıçaqları var, xüsusilə də Rusiyadakı Azərbaycan diasporuna qarşı. Fikrimcə bu çox kobud addım idi. Azərbaycan da öz növbəsində buna çox sərt reaksiya verdi. Rusiyada Azərbaycanla münasibətlərə fərqli qurumlar, müxtəlif şəxslər cavabdehdir. Onların müxtəlif mövqeləri var. Düşünürəm ki, Azərbaycanla yaşananlar Rusiyada Moskva ilə Bakı arasında münasibətlərə cavabdeh vahid mərkəzin olmamasının nəticəsidir. Мне кажется, это было связано с тем, что не было единого центра, который бы отвечал за координацию в том числе. Budberg hesab edir ki, Moskva Bakıya bərabər hüquqlu tərəfdaş kimi yanaşmalıdır. Anlamalıdır ki, tərəfdaşa kobud şəkildə bunu etməlisən, bunu yox göstərişi vermək olmaz. Всегда существуют проблемы разных уровней и даже в таких союзных и... Rusiya ilə Azərbaycan arasında hər zaman problemlər olub. Sözsüz ki, təyyarə qəzası bu münasibətlərin korlanmasında vacib emosional trigger oldu. Mən şəxsən Bakıda